Tasası buradadır. Aparatları, iğnələri, boyaları, qələmləri falan. Gözəl. Devam. Əsas məsələ gəlir bura. Mən soruşacaqdım ki, sizdə iynə proseduru olur, iynələr istifadə olunur. Bəli. Və alətlər də var ki, onlar fərqli müştərilər istifadə olunur. Bu nədir? Bu sterilizasiya aparatıdır. Amma bu qədər böyüyünü görməmişdim. B kateqoriyalıdır, əməliyyat üçündür ona görə. Yəni biz əməliyyat üçün nəzərdə tutulan sterilizasiya aparatını almışıq. Bunun səbəbi odur ki, normalda bu belə... Ki bu tələb olunmur, amma siz... Yox, tələb olunur. İmini bu mu olmalı? Bəli. Qaydada budur. Rəsmi Avropa qaydasında budur. Və biz də bunu qoyuruq. Ona ki, bundan yüngülləri, onlar sadəcə qızdırmaqla da, bu həm vakum parla və qızdırma ilə. Okey, bu da sonraki etapda paketləmə. Bəli, paketləmədir. Mən istəyirəm ki, bizim bir dənə də proyektimiz olsun. Bu proyektdə nəyi istəyirəm ki, göstərəsən? Sən gələsən bir rəhbər kimi tam şəkildə mənim studiyama. Menecərlər qaçdı şey. Tam gələsən rəhbər kimi iradlarını bildirəsən və düzəlişlərini göstərəsən. Mən də sənin studiyana bir gün rəhbər kimi gəlirəm və oradakı... Həmən gün, bir gün qarşılıqlı challenge edirik. Mən ən azından yarı gün deyək də, yarı gün, bir gün. Mən Fibroz studionu idarə edirəm və Emil bəy də bizim salonlardan birini. Ya Allah, bizimkilər keyflədilər, amma qızlar hazırlaşır. Bir gün. Davay, o zaman gələn bloqumuzda bu olsun. Gələn bloqumuzda bu. Bəli dostlar, əslində buna ehtiyac yoxdur, amma simvolik olaraq çox yaxşı effekt verəcək. Dostlar, bu gün Fibroz'daydı. Eminlə həqiqətən təsadüfi sabah səhər qarşılaşdıq. Gözəl bir kontent çıxdı düşünürəm. Xanımlar çox maraqlıdır. Öz sektorunda mənə görə ölkə birincisi olan bir adam. Həm dostumdur, həm də onun studiosunu gəzmə və detalları görmə şansımız oldu. Bəyəndiyim və bəyənmədiyim nüanslar deyib, bəyənmədiyim bir şey var idi. Bir qızdan iki dənə mənə çay təklif eləmədilər. Bir də musiqi yoxdur. Demək ki, bunlar da belə sevirlər. Amma deyil, müştərilərin başına düşür ona görə. Amma qalan stilizasiya olaraq, təmizlik olaraq, personal sayı olaraq, personalın yanaşması olaraq cidden çox bəyəndim. Zaten Emil'in adı varsa xanımlar güvənib gələ bilərlər iş prosesində. Emil, sənin üçün də bu gün qonağımız olduğu üçün təşəkkür edirik. Çox sağ ol. Növbəti videolarımızda Saxarada olacaq. Tamam, o zaman bir gündə bizdə blok çəkərik və hətta biz belə bir qərara gəldik ki, onun salonlarında bir gün mən, mənim salonlarda bir gün Emil idarə edəcək. Baxaq görək. Bəli, baxaq görək aradakı fərq nə olacaq. İzləmədə qalın, sizlər çox maraqlı şeylər edirik. Zaten bizə yazıb, bizim özümüzlə maraqlanıb işimiz haqqında detalları öyrənə bilərsiniz. Bu sadəcə əyləncəli, simvolik bir məlumat videosuydu. Emil, təşəkkür edirəm sənə. Uğurlar olsun. Minnətdaram, şad oldum bir daha. Sağ ol.